nəzərə almaq lazımdır ki, bütövlükdə Ermənistan cəmiyyəti həqiqətən problemli cəmiyyətdir. Məhz ona görə ki, bunlar 10 illiklər ərzində, hətta əsrdən artıq bir dövrdə yeniyetmə dövründən başlayaraq tədris prosesində, sonraki dövrdə bunlar elə əhval-ruhiyyədə böyüyüblər ki, həmi Azərbaycanlara qarşı, həm Türk dünyasına qarşı bunlarda bir belə anormal yanaşma var. O birisi tərəfdən də bunların din xadimləri, kilsə həmişə erməniləri türklərə qarşı körüklüyür. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətinə çox böyük təsir imkanlarına malik olan erməni diasporası xaricdədir və bu xarici ölkələrdə məskunlaşan, formalaşan və orada da həqiqətən kifayət qədər böyük kök atıflar onlar. Onların orada media vasitələri var, onların orada maliyyə imkanları genişdir və o prosesdə də onlar da, yəni erməni diasporası da Ermənistan cəmiyyətinə təsir etmək imkanına malikdir. Təəssüflər olsun ki, belədir. Hərçənd Nikol Paşinyan dəfələrlə bu diaspora nümayəndələrə qarşı çıxış edib, onların o təsirini azaltmağa çalışıb, amma reallıq ondan ibarət hələ də o təsirlər var. Eyni zamanda nəzərə almaq lazımdır ki, bəzi başqa xarici dövlətlər də Ermənistan cəmiyyətindəki o revanşist qüvvələri körüklüyür. Məsələn, biz özümüz görürük ki, bu yaxında Rusiya rəhbərliyində də yəni Qarabağ ermənilərlə əlaqədar olaraq müəyyən o açıqlamalar və s. Bu da ciddiyyət yaratdı. Eyni zamanda biz bilirik ki, bəzi Avropa ölkələri də, o cümlədə məsələn şu uzağa getmək, elə Yunanistanın özü, bir sıra başqa ölkələrdə vaxtaşırı olaraq çalışırlar ki, Ermənistan cəmiyyətində bir elə qarşılıqlıq yaratmaq, bəli. Yəni bu prosesdə bir qarışıq bir vəziyyət yaranıb. Belə olan vəziyyətdə Ermənistanın daxilində də sözsüz ki, insanlar, yaxud da ki, müəyyən media qrupları da həmin o deməli, qüvvələrin təsiri altında bu sülh prosesinə qarşı, sülh prosesini baltalamaq istiqamətində addımlar atırlar. O mənada da Ermənistan cəmiyyəti həqiqətən bir rəngli deyil, yəni kifayət qədər belə ziddiyyətli bir problemli cəmiyyət olaraq hələ qalır. Eyni zamanda biz özümüz görürük ki, Azərbaycan rəhbərliyi, hətta indiki reallıq odur ki, Ermənistanın baş naziri də çalışır ki, bu sülh prosesini irəliyə aparsın. Amma faktında qalır ki, bu prosesə Ermənistanda böyük belə balta vurmaq istəyən qüvvələr var və onlar da vaxtaşırı olaraq özlərinin mövcudluğunu bürüzə verirlər. Məsələn, indi seçkilər yaxınlaşır. Bu seçkilərə qatılan o siyasi təşkilatlar bir tərəfdən Rusiyanın himayədarlığı ilə siyasi səhnəyə atılan deməli, böyük bir təşkilat yaranıb və bu təşkilat da partiya olaraq parlamentə düşməyə Karapetyanın demək rəhbərliyi ilə yaradılan o siyasi təşkilatı deyirlər. Eyni zamanda keçmiş Qarabağ klanı Rusiya tərəfindən yenə dəstəklənir. Bu da əlavə bir problem yaradır. Eyni zamanda cəmiyyətin müəyyən bir hissəsi də Qarabağ köçkünlərinin problemini qabardaraq, yəni onların belə deyək də yenidən Qarabağa qayıtmaq məsələsini gündəmə gətirərək bu prosesi əngəlləməyə cəhd edirlər.